şeylərə qatılsın, uşaq necə olar bunda? Ona görə əzizlərim, bizlərin hamımızın çiynində çox ağır bir yük var və məsuliyyətimiz artıqdır. Bu təkcə Fatiməmdən getmir, bu sənin uşağından getmir, bu onun uşağından getmir. Hamımızın evladı hamımızındır. Birimiz hamımız üçün, hamımız birimiz üçün. Bax, bu cür olmalıyıq. Biz möhkəm bir birlik olmalıyıq. Zaten bizim kistik fibroz xəstələrində yardım ictimai birliyi ölkəmizdə ən güclü, ən aktiv, səhiyyə yönümlü qeyri-hökumət təşkilatıdır. Bunu hər yerdə mən oturanda bir də görürəm bizim adımız çəkirlər ki, kistoz fibrozların çox gözəl birlikləri var. Və biz birlik olaraq möhkəmik. Amma bizim ətrafımızda benefisarlarımız sizlərsiniz, sizlərin evlatlarınız, sizlər daha güclü olmalısınız ki, biz onu hiss edək və irəliyə doğru addım ataq. Mən görəndə ki, valideyn çox pozitivdir və nə qədər eləyirsən, işi irəli aparasan, o səni geri atır. Onda istər-istəməz hamımız insanıq və beynimizin çölən vaxtı olur və qırılırsan, həqiqət. Bu cürədir. Ona görə deyirəm ki, baxın, bizim məsuliyyətimiz artıqdır. Bəlkə başqa birisinin məsuliyyəti bizim qədər artıq deyil. Hər valideyn məsuliyyət daşıyır. Valideyn olmaq ümumiyyətlə çətindir. Amma gəlin görün ki, xroniki xəstəlikli olan uşaqların valideynləri daha çox məsuliyyət daşıyırlar. Daha çox onların yükləri artıq. Ona görə birinci özünüzə baxacaqsınız. Ana olaraq. Birinci özünüzə baxacaqsınız. Özünüz güclü olacaqsınız. Sərdən nəzərim sizə taqılır. Hastirimdə çox qanınız babadır. Veribdir. Bəlkə də mənim insan olaraq daha dəyərlənməm üçün bunu veribdir və mən bunu bacaracam. Mən bunu qalib gələcəm bu xəstəliyə. Bu xəstəlik mənim uşağımı sındıra bilməyəcək, ətim ürpə gedir və mən bacaracam. Mənim uşağım yaşayacaq. Hər biriniz hər gün bunu özünüzə deyin, amma pozitiv deyin. Qətiyyən ağlamayın. Əvvəllər mənə gələn valideynlə bərabər mən saatlarla ağlamışam. Sonra gördüm ki, mən ağlayanda valideyn daha da çökür. Bundan sonra hansı valideyn zəng verirsə, deyirəm, ağlaya-ağlaya təbii ki zəng verir, deyirəm, ağlamağı kəsəcəksən. Ağlayacaqsan, məsələ cavab verməyəcəm. Ağlama, möhkəm olduğunu hiss edəndə mənə yaz. Mən sənin əlindən tutacam və biz bərabər addımlayacağıq bu yolda. Elə deyirlər son dövrdə gələn valideynlərimiz. Hamınız gözəlsiniz, hamınız seçmə valideynlərsiniz, amma çox xahiş edirəm, özünüzə yaxşı baxın. Özünüzə yaxşı baxın ki, bizim sizlərin evlərində olan körpələrimizi daha yaxşı baxa biləsiniz. Sonra, ailə daha möhkəm olmalıdır. Bu cür xəstəliklə yaşayır. Məsəl üçün, qalıcı xroniki xəstəlik tək kistoz fibroz deyil. O qədər qalıcı xəstəliklər var, xroniki xəstəliklər var. 8000-ə qədər nadir genetik xəstəlik var. 8000-ə qədər kistoz fibroz sadəcə onların biridir. Özdə ən geniş yayılmış nadir xəstəlikdir kistoz fibroz. Amma biz şanslıyıq. Çünki elə xəstəliklər var ki, dünyada 5-6 nəfərdə var. Və yaxud da elə xəstəliklər var ki, onların müalicəsi cəhd olunmuyor, heç yoxdur. Amma şükür bugünə ki, kistoz fibrozun müalicəsi artıq var deməkdir. Mən dünən deyəsən sizə mesaj göndərdim, 12-ci illərdə o zaman SEV federasiyası vardı, Dünya Federasiyası, kistoz fibroz federasiyası. Oranın prezidenti Preston idi, Preston familiyasında bir adam idi, prezidenti idi. O konqrələrin birində qeyd etmişdi ki, hər zaman onu xatırlayacağım ömrümün axırına kimi. Çünki mənə motivasiya verən o söz oldu. Sizlər də həmişə motivasiya verən bir sözü tutun və onun həyat kredosu edin ki, bax, bu daima mənim şüarımdır. Nəysə, o Preston qeyd etmişdir ki, 5 il uşaqlarınıza yaxşı baxın, kistoz fibrozlulara. 5 ildən sonra hər şey çox fərqli olacaq. Sadəcə 5 il onların ağciyərin orqanlarını qoruyun ki, itirməyək. 5 ildən sonra çox gözəl müalicələr gələcək. O zaman hər kəs düşünürdü ki, boş sözdür, hər kəs belə hər zaman bu cürə frazalar işlədilir və yaxud da ki, ola bilsin ki, bu gen terapiyası da ki, hələ ki mümkündür. Gen terapiyasının olması üçün hüceyrəsi dəyişilməlidir insan, bu da mümkün olacaq şey deyil. Bəlkə də bir zaman mümkün olacaq, amma hələ ki mümkün deyil. Və o zaman o demişdi ki, modulatorlar gələcək, az qaldı və belə bir ifadəsi vardı. Kistoz fibroz bundan sonra tibbin ən gözəl hadisəsi olacaq. Baxın, bu sözü mən heç unutmuram. Tibbin ən gözəl hadisəsi olacaq nə deməkdir? Bugün həmən söz yerinə düşür. 2012-ci ildən başlayaraq modulatorlar artıq ixtira olunmağa başladı. Simdök oldu, Arkamb oldu, Kalidev oldu, Tirkaf da oldu. Kimin?
neçənci ildir? 2019 idi desəm, Kalibnikov, to есть Trikafta çıxanda. Və ondan sonra əvvəlcə 12 yaş üzəri üçün idi, sonra 6 yaşa endirdilər, hazırda 2 yaşa endirilibdir. İndi isə Alp Trik var. Trikaftanın ən güclü forması və Trikaftanın uyğun olmadığı 31 mutasiya uyğun olan artıq Alp Trik var. Görün, nə qədər inkişaf var, histofibroza nə qədər diqqət var. Biz burada negativ fikrə düşməyə bizim ixtiyarımız varmı? Yoxdur. Biz uşaqlarımıza daha yaxşı baxmalıyıq. Çünki dərmanlar gəlir, yeni ixtiralar olur. Düzdür onlar bahar. Ay, çox xoş gəldiniz. Xoş gəldiniz. Zeynep xanım, tərəfəyə. Rəhbət olmasa buyurunuz. Çantaları orada qoya bilərsiniz. Yanında oturmayın. Deməli odur ki, ümidli olacağıq. Ümidli olacağıq. Mən stok etəcəm. Ümidli olacağıq. Xəstəliyə, balamıza ümidlə yanaşacağıq. Deməli budur ki, əslində ailə çox ailə birliyi güclü olmalıdır. Əgər ailədə negativ düşüncələrə qapılmalar, ağlamalar, ailədə münaqişələr olsa, o uşağa çox negativ təsir edəcək və müalicə effektiv olmayacaq. Müalicənin effektivliyi üçün ailədə necə xoş aura lazımdır və müsbət yanaşma lazımdır, ümid lazımdır. O uşaq görsə ki, ana daima ağlayır, ata ilə ana qırırlar bir-birini və ailədə münaqişə var. Bu uşağı çox mənfi yansıyacaq. Düz deyirəm mi, doktorum?